Arazbar elləri gəlişimizə qucaq açdı. 4 yol adlanan Əhmədbəyli kəndindən aşağı Kür Mahmudlu obasına yol başladıq. Kənd sakini Xəlil Quliyevin dediyinə görə Əhmədbəylidən üzü yuxarı Köndələn çayı boyunca Zəfər yolu ilə gedib çıxırsan Füzuliyə, Ağdama, oradan da Şüya. Bu yol sakinlər üçün ona görə əzizdir ki, qələbə müjdəsinin ilk şahidi genişliyə doğru uzanan bu asfalt şose olub. Aşağı Kürt Mahmudlu kəndi yolun sağ-sol sahili boyu uzanır. Yuxarı Kür Mahmudluya demək olar ki, birləşir. Bu kəndin mayası halallıqla yoğrulub. Ağır salğarlı halal hümmət kişilər bu elin obanın yaraşığı olub. O piranilərdən qalan ağsaqqallar bu gün də yaşayır, qrup yaradır. Xəlil Quliyev də halallıq yolunun daimi yolcusu olan kişilərdəndir. Xəlil kişi, xoş gördük elində, obanda, odanda. Necəsən, nə var, nə yox? Sağ ol şairimiz, xoş gəlmişsiniz. Elə düşmüşkən bayramımızı da təbrik edirəm. Çox sağ ol. Novruz bayramına düşür bizim görüşümüz. Bu da sizin təşəbbüsünüzlə oldu ki, ayın 22-sində gəlin. Bəli, bəli, elə sağ ol. Bu nə ilə bağlıydı bu çağırış, 22-sində gəlməyimizi deməyiniz, nə ilə bağlıydı? Bir buna aydınlıq gəlir. Buna oldu ki, indi el arasında 40 keçirtmə bir mədi var. 40 çıxartma deyirlər ona. Elə biz o vaxtda gəldik, çıxdıq. Sağ ol, elə yaxşı vaxtdır, hər şey də yaxşıdır Allahın köməyi ilə. Neçə ildir bizim tanışlığımız var. Bəli, bəli. Bir neçə dəfə Bakıda görüşmüşük, bir neçə dəfə söhbətlər eləmişik. Bəli. Əvvəlcə bir dəfə sizin evinizdə olmuşam, bax bu otaqda, bəli, bu yurtda. Bəli. Oturmuşuq, bizim rəhmətli Əndər Çingizoğlu'yla, sizin el oğlumuz Araz Yağlıbəndəndir. Gözəl alim və araşdırıcıydı. Bax bu kəndinlə, elinlə, obanla bizi və tamaşaçıları tanış elə. 1958-ci ildə bu Füzuli aşağı Kür Mahmudluda anadan olmuşam. Kəndində? Kəndində anadan olmuşam. Elə 8 illik aşağı Kür Mahmudluda olub, orta məktəbdə 10 illikdə yuxarı Kür Mahmudluda olub. Deməli, 75-ci ildə qutarmışıq orta məktəbi. Orta məktəb qutarandan sonra peşə məktəbinə getmişəm oxumağa. O, deməli, Nərimanovda, Montində yerləşir. 12 nömrəli peşə məktəbi. Oranı bitirdikdən sonra 76-cı ildə getmişəm əskərə. Əskərdə də Almatada olmuşam, sürüş eləmişəm. 78-ci ildə də gəlmişəm. Kəndinə? Gəlmişəm kəndə. 78-ci əskəri qutarıb gəlmişəm. O vaxtdan da bu kənddə yaşayırsan, ondan qabaq da uşaqlığın, körpəliyin, şagirdliyin də bu kənddə olub. Bəli, bəli. Bu kəndinizin coğrafiyasından bizi tanış edir. O Daşburundan ki, bəri keçəndən sonra yeni gəlirsən, Əhmədbəyli 4 yol deyirik ora. O birbaşa gedən Zəngilan zonasına gedir, Araz boyu. Araz boyu gedir. Cəbrayıl, Zəngilan, Qubadlı o zona. Oradan ayrılır, buradan deməli 40 kilometrdir Füzuliyə, həmin o 4 yolda. Buradan da, bizdən də 30 kilometrdir. Sizdən daha yaxın. Füzuli, buradan da Füzuli. Bax, bu 2 yol orada haçalanır. Burada gəlir, bax, belə. Təbiəti necədir bu kəndin? 10 gün deyirlər, məsələn, bayramla o tərəfə, 10 gün bu tərəfə. Yağırsa, yazın var. Yağmadısa, heç nə. Bax, belə. İl olur ki, heç yarıb haramı, haramıya söykənir bizim kəndin bir tərəfi. Haramı deyil. Haramı düzünür. Hə, söykənir. Demək, elə olur ki, texnika yarıb gedə bilmir. Elə moment olur ki, bir bişqa çöpü tapa bilmirsən ki, dişi qurtuyasın. Belə təbiət, anlamaq mümkün deyil. Ancaq maşallah yaşıllıqdır. Yox, indi belə baxır, göstərici beləcə yaxşı, paizə biraz olanda yaxşı, elə belə yaxşıdır. Dağətəyi kənddir, aşağı Kür Mahmudlu. Hər yerdə üzü yuxarı gedirsən. Ta Füzuliyə, Ağdama, Şüya yetənəcən. Biraz qabaqda, sağ tərəfdə Haramı düzüdür. Buraların barıt qoxusu hələ də yaddaşlarda yaşayır. Düzdür, ermənilər bu kəndə soxula bilməyiblər, ancaq qonşu Alxanbəyli kəndinin sökülü divarlarında hələ də xain düşmənin dağıdılmış ayaq izləri
ocaq yeri kimi qaralır. Bu kəndin dünəninə, yadına, yaddaşına yaxşı bələddir Mirzavad Rüstəmov. Xəlil Quliyevi də yaxşı tanıyır. Yaxındır, dostdur. Hər ikisinin torpağı sanki bir yerdən götürülür. Bir-birilərinə sadiq insanlardır. Bizim Aşağı Kürd Mahmudlu kəndi bugünkü burada məskunlaşıb. 1883-cü ildə Babı yurdu deyilən yurt var. İran şahının xahişi ilə Çar Rusiyasının əli ilə Babıdan Köndələn vadisinə köçürülüblər. Səbəb də bu gətirilib ki, Araz çayı ilə yaxın olduğuna görə Babı kəndi buradan tez-tez keçib o biri tərəfdə heyvan çapalçılıq deyək də, quldurluq deyək, bu işlərlə məşğul imişlər. 1883-cü ildə artıq bura köçürüləndən sonra Cəbrayıl qəzası olub. Bizim bu ərazilər Cəbrayıl qəzasına tabi olub. Cəbrayıl qəzasının torpaq qeydiyyat sənədlərində 1883-cü ildə bu ərazilər Aşağı Kürd Mahmudlunun ərazisi kimi tanınır. Bu yol Təbriz-Gəncə-Beyləqan yolu bizim şəxsən bu kəndin ərazisindən keçib. Ekizlər dağı deyirik burada. Həmin Ekizlər dağının arasından Köndələn çayı da çox güclü axırmış. Oradan bərə işləyirmiş. Bərə ilə keçirmişlər o İpək yolunun bir qolu olan Təbriz-Gəncə-Beyləqan yolu həmin bax buradan keçirmiş. Bu Köndələn vadisi də çox böyük, güclü cəngəlliklər olub. Böyük ağaclar olublar. Mənim rəhmətlik babam söhbət eləyərdi ki, Köndələnin kənarından qırılmış son tarixlərə qədər, 93-cü ilə qədər biz şəxsən o ağacları görürdük. Köndələn çayının ətrafında böyük tut ağacları olurdu. Sonradan o tut ağacları məhv oldu, getdi, baxımsızlıq ucundan. Həmin ağacları götürüb içərisini oyurmuşlar. Bugün biz boru kimi istifadə edilmişlər. Bugün biz dəmirdən borulardan istifadə edirik. Amma o kişilər o vaxtı həmin ağacların içərisini oyub, su keçməyən yerlərdən boru kimi istifadə edib, o suları keçirdib, dəyirmanlara gətiriblər. Erməni işğalına məruz qalmışdımı sizin kəndiniz? Bura belə deyim də, neytral bir vəziyyətə düşüb. Postlar bizdən budurana, bu başdan belə, yuxarıdan belə haramdan qayıdırıq. Belə düz gedir post, bizim postlar buradadır. Belə də bu, yuxarı Kərd qəbirstanı var, orada Çinar var, ora erməni postu da ora. Bura neytral bir vəziyyətə düşmüş. Yəni bura erməni girib çıxmır? Yox, bura belə deyil, o gedib Harami istiqaməti, o Əhməd bəyli üstünə qədər, ora qədər. Amma bura girib çıxıb onu tam deyə bilməm, mənim burada çıxanda, o momentdə qaynım rəhmətə gedib vurublar burada. Ummud adında qaynım. Onunla da biri var, o yaralı edib tər çıxartmışdı. Bu da onun çıxardanlardan birisi idi. Bu da o işdə iştirak edir. Müharibədə iştirak edir. Müharibə, o qeydi çıxartmaqda, o küm aparmaqda. Belə. Danışmaq çətindir o mənzərəni, Allah haqqı. Çətin, çox çətindir. Müharibə vaxtına. Çətindir o vəziyyətdə danışmaq. İndi şükür sakitçilikdir. Çox, erməni xofu aralanıb burada. Çox şükür bu günə. İndi bayram ərəfəsidir. Burada səsdən, küydən, maşın texnikanın səsindən qulaq tutulur. Gəlib gedən. Yəni burada işlər, güclü işlər gedir də. Ona görə texnikalar buradan keçib gedir. Heç bu yolla Şuşaya getmisinizmi? Mən getmişəm, ekskursiya, məktəb vaxtı aparıblar. O vaxt? Məktəb ekskursiya aparıblar, orada Vaqifin məqbərəsini ziyarət eləmişik. Yəni o vaxtı belə bir ekskursiya olmuş kimi də vəziyyəti, müəllim bizim nə lazımdır. Onunla bəri ayağım düşməyib, yetdiysək. Biz sakit, ürəyimiz sakitcə alınıb da, getdik, getmədik bizə həyat yoxdur. Elə olur ki, Füzuliyə özüm maşınım var, 3 dəfə, 4 dəfə gedib gəlirdim Füzuliyə bir gündə. İndi belə gətirib nə eləmək olar? Bizim bu kənd burada məskunlaşanda 9 tüstüdən ibarət olub, yəni 9 damdan ibarət olub. O 9 damın hər birinin özünə məxsus dəyirmanı olub. Bugün də həmin 9 dəyirmanın yerləri demək olur ki, tanımaq olur. Rəhmətlik Nərman olub, onun qoşa dəyirmanları olub, Hacı Ələsgərin dəyirmanı olub,
Məhəmməd kişinin dəyirmanı olub, Nədiralının dəyirmanı olub. Bu ərazidə 9 dəyirman olub. Dəyirmanı olan kənd də heç vaxt aclıq keçirtməzmiş. Çünki kənardan gətirilən dənlərin üydülməsindən qalıq onlardan götürüb kömbə deyirdilər. Bunlar əli böyük belə çörəklər bişirirdilər, kömbələr. O kömbələri o dəyirmançılar közün içərisində bişirib və ac olan adamlara paylayırmışlar. İmkanı olmayan adamlara paylayırmışlar. Oradan qalan ondan paylayırmışlar. Belə-belə əhali burada məskunlaşıb. Bu gün üçün o 9 damdan törənən kəndimizin 375 ailəsi var. Qaytanlanmış kitabdan 375 ailə təsərrüfat qeydiyyatdan keçir. Seyidlilərin damı olub. Seyidlilər mənim babalarım olub. Seyid Rüstəm, Seyid Abdullah, Seyid Kəlbəlayı Məhəmməd. Seyidlərin damı olub. Nədirallarının damı olub. Hacı Ələskərin olub. Hacı Allahyarın olub. Padarlının olub. Poladlının olub. Bugün evində, məclisində iştirak elədiyimiz Xəlil kişinin ulu babası da Padardan gəlmədi. Sovetlər devrinə qədər. O dediyim hacıların, o dediyim tüstülərin yalnız heyvandarlıq işi ilə məşğul olublar. Və 36-cı ildə bizim bu kəndə Mandı yurdu deyilən yurt var, oradan əkin sahəsi ayırıblar. Bugün Ağoğlan dediyimiz Hadrutun ərazisindədir həmin ərazi. Buradan bizim haramı deyilən zonamız var. Zal dərəsi haramı deyilən zonamız var. Zobcuq zonası var ki, bunlarda qış otlaq sahəsi kimi ayrılıb. Və 43-cü ilə qədər bizim bu kənddə dünyasını dəyişmiş insanları Babı və Mandı qəbrəstanlıqlarında dəfn edilmişlər. Hara yaxındısa, ora çatdırırmışlar. 1943-cü ilin dekabr ayında qalın qar deyirdilər ağsaqqallar. Qalın qar düşdüyünə görə heç bir yerə əl çatmayıb. Və bugün Qanşarda görsənən qəbristanlığımız ki var, həmin qəbristanlıq bu kənddən Ağalı adında bir ağsaqqal deyək də kişi dünyasını dəyişib, bunu dəfinə aparırmışlar. Qal o qədər qalın olub ki, apara bilməyiblər. Və bugünkü məskunlaşan qəbristanlığın yerində dayanıblar ki, dincəsinlər. Deyiblər ki, adətdir, meyit yerə qoyulubsa qaldırmaq olmaz. Gərək, burada da dəfn olma. Bugün həmin qəbristanlıq demək olar ki, qaçqınlıqla əlaqədar olaraq Füzuli rayonunun bir çox kəndlərinin məskunlaşdığı qəbristanlıqdır. Seyidlər nəslindənəm. Qarabağın sayılan, seçilən, güclü seyidlərindən biri də bizim tayfamızdır. Kür Mahmudlu'da yaşayıblar. Seyid Yahya, Seyid Yusuf, Seyid Səttər, mən də Seyid Yusufun oğluyam. Bu kəndin cəmaatı məclislərdə yola verəndir. Çətində, darda birdirlər. Yığışdılar, bu kəndə heç nə eləyə bilməzsən. Elə mərd oğulları, qızları var. İndi biz özümüz bu kənddə doğulub, boya başa çatmasaq da gəlişimiz, gedişimiz bura həmişə olub. Uşaqlıqdan gəlmişəm, getmişəm. Köndələn çayında o qədər əlimizlə o yuvalardan balıq tutub çıxartmışıq. Ona görə də bu kəndin hamısını mən tanıyıram. O cümlədən Xəlillə mən xüsusi münasibətimiz var. Qardaş kimi, yox, qardaşdan artıq bir-birimizə etibarımız var. Bir-birimizə köməyimiz var. İndi bugün də burada yığışmışıq. Xəlilin nəvəsinin ad qoydusuna. Bir telefon... Bu mərasim ümumiyyətlə varmı burada belə bir mərasim? Biraz bundan danışaq. Belə bir mərasim var. Çünki bizim ata-babalarımızdan gələn nə miras varsa, onu bu Kür Mahmudlu cəmaatı yerinə yetirir. Qaçmırlar. Qaçan cəmaat deyil. Ağır eldir, ovadır. 78-də gəlmişəm əskərdən.
Su Partizan İdarəsi yerləşir Ağdamda. Ağdam upravleniya oradadır. Apı gedib ora düzəlmişəm işə. Elektrik kimi işləmişəm. Düz elə bu gün kimi. Desə təqaüdə çıxana qədər. 44 il orada stajım olub. Mən elə elektrik kimi işləmişəm, amma ümumi sənətkarlıq məndə indi hamı bütün ərazi məni onun sənətkarı kimi tanıyırlar. Elektrik sənətkarı kimi yox. Elə sənətkar, elektrik bəli, sənətkar nədən? Bu yəni bütün şitləri, avadanlığı, yığmağı, təmiri hamısını mən aparırdım. Çünki mən bunu məktəbini oxumuşam. Texniki peşə məktəbi. Məişətdə işlənilən elektrik avadanlıqlar üzrə təmir. Bütün nə qədər elektrik avadanlığı işləyirsə məişətdə, evdə də ev. Onun üzrə təmir, üzrə qutarmışam. Ona görə mənim üçün problem olmayıb. Əskərdə də birbaşa aparılır zavodda, o ixtisasıma görə, məsələn, bir müəssisənin bir hissəsini veriblər, mən onu idarə Elektrik hissəsi. Bəli, mən o vaxt idarə eləmişəm. Xəlil kişi adi kənd adamıdır. Uzun müddət suvarma idarəsində işləyib. Hazırda təqaüdçüdür. Su arteziyan quyularının qazılıb, yerin dərin qatından su çıxarmaq üçün kəşf elədiyi qurğu öz səmərəsini verib. Demək olar ki, həyat bacada özü də, sevdiyi, münasibəti olan insanlar da bu qurğudan yararlanır. Su vuran aparat xarab olanda krana zada ehtiyac olmur. Xəlil kişinin düzəltdiyi qurğunun köməyi ilə narahatçılıq aradan qalxır. Ali təhsili yoxdur Xəlil kişinin. Texniki peşə məktəbini bitirib. Sadəcə istedadlı adamdır. Dünyanın işlərindən baş çıxardığı kimi texnikanın dilinə də yaxşı bələddir. Bir neçə il əvvəl dediniz ki, mənim icad elədiyim, özümün kəşf elədiyim bir qurğu var. Bəli. O qurğunun mahiyyəti nədir? O qurğu ilə nəyi yüngülləşdirmək olur? Düzdür, o qurğunu mən uzun müddət bir artisan quraşdırıb işlətmişəm. Yəni o qurğunu çıxardım, məsələn, bizə lazımdır ki, o nasosu, motoru əldə eləsən ki, onu təmir eləyə biləsən. Bax, onu, məsələn, dəmir hissəsini ləğv eləyib, kapron eləmişdim. O qurğu ilə onu çıxardırdım, təmir eləyib, yenidən onu qaytarıb qoyum. Yəni, o mən bir sadə parasa da eləyirəm, məsələn, amma indi hal-hazırda o maşınla eləyəndə 10 tonu böyük kranlarla, həftələrlə, aylarla gözləyirsən ki, kran gəlsin, onu çıxartsın. Bax, o qurğu bizə belə səmərəsi belə idi ki, işimin. Həm də ki, elə bil ki, transformator böyründə 3 faza düzəltmişdim, ilişdir 5 dəqiqədə, işi gör, yeni də sallı ora. Bax, belə bir qurğu, o qurğunun hesabına. Xəlil kişi deyə mənim sinif yoldaşımdır. Biz eyni təvəllüdük, eyni yaşdayıq. Bir sinifdə 8 il bir yerdə oxumuşuq. Xəlil hələ biz orta məktəbdə oxuyan devir, texnika ilə çox maraqlanırdı. Bundan irəli öküz arabaları var idi. Öküz arabaları. Görürdün, o arabaların modelin yaradıb. Çünki gördüyümüz o idi. Sonralar bu traktorlar, maşınlar çıxanda məftillərdən traktorların, maşınların modelin yaradırdı. Mənim indiki kimi yadımdadır, Xəlil 7-ci sinifdə oxuyanda 24 metr dərinlikdə bir quyu qazmışdı özü. Kəndimizin içməli suya böyük ehtiyacı var idi. Həyət dərində 24 metrdən dərinliyində bir dənə quyu özü qazmışdı şəxsən. Onu kimdənmi öyrənmişdi, kimdənmi görmüşdü deyə bilmərəm. Çünki bizim ərazimizdə kənkan olmayıb. Bu öz ideyası ilə həmin quyunu qazmışdı. Bir müddət o quyudan çaxla suyu çəkirdi. Sonralar Xəlil 8-ci sinifdə oxuyanda yenə yadımdadır ki, elektrik nasosu quraşdırdı ora. Su artıq işığın vasitəsilə kənara elektrik nasosu ilə qalxırdı və hər kəs sərbəst idi. Kəndimizin 90-95% o sudan istifadə edirdi. Xəlil
yarandığı bir gündən çox zəhmətkeş insan olub. Çünki zəhmətkeş ailədə böyüyüb. Allah rəhmət eləsin atasına, anasına. Onlar kəndimizin ən çox baramaçılıqla məşğul olan şəxsləri idi. İpəkçiliklə məşğul idilər. Xəlil kişi, bu sənin dediyin qurğu. Bu qurğu nə adlanır? Bunun iş mexanizmi necədir? Bu nə qədər kömək eləyir istehsala? Buyur məlumat ver tamaşaçılarımıza. Onu deyim ki, bu da haqqında danışdığımız qurğu, bu artçın təmir üçün istifadə olunur. Quyuları yendirib qaldırmaqdan ötürü istifadə olunur. Yəni, həm 3 faza istifadə olunur, həm də əllə istifadə olunur. Səmərəsi nədir bu? Əhəmiyyəti odur ki, indi bu aydın məlumdur ki, bir artçın quyusunu gətirib təmir eləmək üçün böyük bir 10 tonluq kran gəlir, onu çıxartmalıdır, söhməlidir, yerində quraşdırmalıdır. Amma bu onu yüngülləşdirir, yəni çıxardır da, sallayır da. Yəni bizə lazım ki, motor çıxardır, təmir eləyək. Necə çıxardırsınız onu? Bunun iş prinsipi belədir ki, həm əllə işləyir, lazım gələrsə əllə qaldırmaqdan ötürü. Lazım gələrsə 3 faza artçanın böyündə transformator da var. Bu da qoşursan işığa, işıqla işlədir. Hər ikisini işlətmək mümkündür. Qurğu ondan ötürü ki, işi yüngülləşsin, rahatlaşdırmaqdan ötürüdür. Yəni bu istehsala mən düzdür o şeyə verdim, amma tam başa gətirə bilmədim də Əqli Mülkiyyət Agentliyinə ki, bunu tam başa gətirə bilmədim, amma ən səmərəli üsuldur ki, yəni burada 5 köpük istifadə olunursa, orada o kran varsa 20 litr, 30 litr, 40 litr yanacaq işlədir. Səmərəsi budur. İndi bir şeydim, o işlədiyin su idarəsində bu metodu tətbiq eləmisənmi? İdarənin düzdür, məlumatı olub, məsələ bu heç. Amma bunun, bu gərək bu dövlət səviyyəsində işə keçə ki, orada onlar da onu qəd ola. Tətbiq eləyəm və bəli, hüquq ala, hüquq əsası ola. Ay, sağ ol. Qurğunun iş prinsipi çox gözəl prinsipdir. Tazı onu inkişaf elətdirib, bərpa elə, yəni düzəltmək lazım. İstehsalata buraxmaq lazım. Tətbiq eləmək lazım. Onu da mən... Ona da bizdəki bürokratiya imkan vermir. Ay, sağ ol. Ben indi canı özün gəlsən, bizim iş çətindir. Çətindir, ona görə də mən... Səmərələşdirici. Bu texnikaya maraq sizdə hardandır? Texnika deyəndə mənim özüm dediyim kimi məktəb tutarmışam. Elektrik. Elektrik üzrə. Bu elektrik üzrə akademiklər var ki, heç bir şeydən başı çıxmır. O məktəb tutarmaq deyil, fitrətən canında nəsə var. Bəli, bəs mənim özümün də var, istedad var. Allahdan var, istedad var. Yəni onu o gəlir mən də onu eləyirəm. Bunun söhbət yox. Praktika ilə üst-üstə düşür. Bir ara o qurğuya görə müəllif şəhadətnaməsi almaqla bağlı bir çox qapıları döydü. Bizdəki bürokratçılıq, məmur özbaşınalığı imkan vermədi ki, işi axıra çatdırsın. Beləcə yarı-yarımsıq başını buraxdı bu işi. Çünki dünyanın gedişatına yaxşı bələd idi. Bilirdi ki, bu çarx çox su aparacaq. Gənc yaşlarından özü təsərrüfatla geniş məşğul olmuş insan olub. Bostançılıq tərəvəzçiliyinə məşğul idi. Bu gün də özünün şəxsi təsərrüfatı var, öz şəxsi heyvandarlıqla məşğuldur, qoyunçuluqla daha doğrusu məşğuldur, qoyun saxlayır. Özünün texnikası var, dediyim kimi uşaqlıqdan texnikaya böyük həvəsi olduğuna görə traktor texnikaları var, əkin üçün kotanı var, o əkilmiş sahələri şırımlamaq üçün kotanı var. Nə vaxt kimə, harda, nə ehtiyac olsa, Xəlil kişiyə bir dənə sifariş edir. O bir el oğlu kimi. Da bugünkü başqaları kimi demir ki, mən yanacağı pulla alıram. İşlər gördürmüşəm. Bir dənə zəng eləmişəm ki, Xəlil kişi, filan yerdə filan işi görmək lazımdır. Sabahsı gəlib görmüşəm, həmin yer şırımlanıb da, malalanıb da, mənə lazım olan işlərin hamısını görüb, Xəlil çıxıb gedib.
Da mən də zəng eləyib soruşmuram ki, bunu sən necə elədin, nə hansı maliyyə ilə elədin? Yəni, elə əl atan, kömək edən bir şəxsdir. Bəli, onun da üçün kiminsə kriteriyaları var. Kimə, harada, necə, hansı kömək eləmək? Bu qurğu dediniz, su ilə bağlı qurğu. Hə. İndi nə yerdədir onu bu? Yox, həmin o buyu artıq Xəlilin ata yurdunda qalıb. O məhv oldu, getdi. Amma son devirlər, bir artezan quyusu dövlət tərəfindən burada quruldu. Həmin quyu elektriklə əlaqəli olaraq işığın qüvvəsi artır, azalır deyə o nasoslar tez-tez xarab olurlar. Və hər dəfə kran gəlməlidir. Hər dəfə o kran gəlib o işi görməlidir. Bir gün mənə zəng elədi Xəlil ki, mənim bir ideyam var. Dedim, nədir ay Xəlil ki? Dedi ki, mən bu artezan quyusun bir yüngül vəziyyətə salmaq istəyirəm ki, hər dəfə biz kran axtarmayaq. Həmin artezan nasosuna o keçmiş quyulardakı kimi çarx düzəltdi və dəmir turbaları plastik turbalarla əvəz elədi ki, orada əyilmə olsun da, qalxdıqca bu əyilə bilsin, kənarlaşa bilsin bu turba. Dəmir turba diş qalxacaq, ona çarxın gücü çatmaz. Amma plastik turba əyiləndə uzanıb gedəcək, yavaş-yavaş axıra qədər həmin çarxı artezana istifadə elədi və uzun müddətdir ki, həmin artezan demək olar ki, heç bir krana ehtiyacı olmadan istifadə olunur. Xəlil kişinin özünün ərazisidir, qonşu məhəllələrin ərazisidir, həmin sudan istifadə edir. İndi hazırda təqaüddəsiniz, təqaüdə çıxmısınız. İndi nə işlə məşğulsunuz? Vallahi indi bilsin ötərdi. İndi təqaüdə çıxmış həmişə işi başında olur. Kətdə yaşayan adam o. Deməli, 2007-ci ildən təsərrüfat qurmuşam, fermer təsərrüfatım. Özü adıma da torpaq var, oğlumun adına da torpaq var. İndi bir tərəfdə haramı söykə tərəfdədir. Heyvan, təsərrüfatla məşğulam. Nə gözəl? Texnikanı almışıq, texnik traktor almışıq. Təsərrüfatla məşğulum. Mal-qara, mal saxlayırıq, qoyun saxlayırıq. Necədir o təsərrüfat işləri? Onu başa gətirə bilirsinizmi heyvanları? Bəli, mən bu işin içində böyüyən adamam, mənim üçün problem deyil. Özüm də sənətkar adamam. Burası hər bir işin bir çətinliyi var da, hər bir işin çətinliyi var. Asan iş yox. Ona görə də indi gərək o işə dözümlü olasan, davamlı olasan ki, o işi axıra çatdıra biləsən. Novruz bayramın günündə siz ki, bura təşrif buyub gəlmişsiniz, elə bir Allahın yanında ən gözəl insansınız. Ona görə ki, Allahın həmişə belə işlərdə kim ki vasitəçi olur, Allah onu həmişə nəzərində saxlayır. Mən də özünü deyirəm, Allah sizi var eləsin, Allah sizin həmişə gələn ayaqlarınızı var eləsin, canınız sağ olsun, sağ olun. Xəlil elə bir adamdır ki, elə bir qohumdur ki, elə bir mamoğludur ki, onun sutkalarını danışsam qutara bilmərik. O qədər qənimət insandır ki, məsələn, cibində 5 manat olar, sən onu istəsən, o səni əsirgəməz. And olsun Allaha. Gəlib deyəsən ki, bu günləri maşın mənə lazımdır, əsirgəməz. Yəni, o cür insandır. Kəndə, kəsə, elə obyekt çox dəyərli, qiymətli olandır. O adam ustadır, hər tərəf ustasıdır. Ev ustasıdır, maşın ustasıdır. Yəni, özü uzun müddət artisanlar idarasında işləyib, artisana baxan olub. Yəni, bütün ərazidə nə qədər artisan quyuları varsa, kiminki nasaz deyibsə, gedib həmişə onu kömürüb düzəldib. Qaldı ki, kim imkansız olur, evi olmayıb, deyib ki, mənim pulum olanda verərsiniz, materialla ev üzü tikeyim. Bax, maşını xarab olub, motorunu düzəldib, yığıb motorunu verib, deyib ki, imkan olanda verəsən, ayağımı direyim, ay bu günlər 10 manat pul verir, onu ver, and olsun Allaha olmayıb. O özünün xəstrinə, özünün xəsiyyətinə görə o hörməti qazanıb. 4 evladı var. 4'ü də Allahın yanında o qədər gözəl balalardır, onların canı o qədər gözəl, o 2 oğlu var, 2 qızı. Elə qızları da, oğlanları da, bunlar soğuq iç qoy iç. And olsun Allaha, balamın 4'üne canısın. O cür insandırlar, balaları. Ailə həyat yoldaşı da o cür xəsiyyətdədir. Elə bir, onun həyat yoldaşı da özünün doğmaca
mamasının qızıdır. Atasının bacısı qızıdır. O da o tərəfində qohumdular. Yəni onun ailəsi də bizə qohumdur. Yəni ona görə qohumdur ki, mənim yoldaşımın maması qızı da. Yəni o yoldaşım tərəfindən. Yəni deyirəm ki, ona görə deyirəm ki, biz çox tərəfli biz qohumuq. Nə deyim? Qonaqpərvərdir. Qohum canlıdır. İstiqanlı bir insandır. Kəndin xeyrinə, şərinə yarayandır. Nə desən eləyəndir. Bax bu günləri zəng eləsinlər ki, özü də qapısında işi var. Yuxarı kürmamızda artdan işləmir. Gəl bunu millətə, xalqa su lazımdır. İşin qob gedəsid. Bir maraqlı hadisə ilə mən qarşılaşdım. Aşağı Kür Mahmudluda. Demək olar ki, Azərbaycanı qarış-qarış gəzsəm də, bu kənddə rast gəldiyim bir hadisə mənim diqqətimi özünə cəlb elədi. Yəqin sizin üçün də maraqlıdır, əziz tamaşaçılar. Demək, qəhrəmanımız Xəlil kişinin nəvəsinin 40 çıxma mərasiminə yığışıb. İnsanlar, doğmalar, onu istəyənlər, xətrini əziz tutanlar. Əlbəttə, el-obada bu adət var. Qız anası, oğul anası, qaynanası, qohum yaxın qadınlar yığışırıb 40-ı çıxardırlar körpədən. Ondan sonra o evə ayaq açılır. İstənilən adam gəlib təşrif buyura bilər. Burada isə bunun bir qədər geniş mərasiminin bir şahidi oldu. Böyük çadır qurulub. Yaxınlar, kişilər, qadınlar, nəvələr, qohum əqrəbələr yığışıblar. Geniş şəkildə bu 40 çıxarma mərasimini qeyd edirlər. Bunun da öz səbəbi, öz özəlliyi var. Yəqin ki, bununla siz tanış olacaqsınız. Sərhəd bölgəmizdə dünyaya gələn hər oğlan uşağı sabahın yenilməz əskəridir. Xəlil kişinin dünyaya gələn oğul nəvəsinin 40 mərasiminin çıxarılmasına yığılan el-oba, qohum əqrəba, körpənin ad qoyma adətinin də canlı iştirakçılarına çevrildilər. Seyidlərin təklifi ilə körpənin adını Yusif qoydular. Şərq dünyası, müsəlman ümməti harda olur olsun, öz adət ənənəsinə sahiblik eləyir. Körpə adınla böyüsün. Yusif Peyğəmbərin nuru üstündən əksik olmasın. Nəvələr də qulaq asın. Valideynlərə belə nəvə qismət edilsin. Bu mübarək olsun bunun 40 günü. Nə gözəl, Allah qorusun. Olmayanlara da qismət olur. Rahat ol. Günah gün olsun, böyük toyun eləyək. İnşallah. İnşallah. İştirakınızla, Böyük nənəsinin, yerlərdən babasının səslər gəlir. iştirakınla. Hamısının, elə nəvələrimizin hamısı. İstəyərdim ki, kəndimizdə, elimizdə belə bir həli kimi bir neçə insan olsun ki, gələcəkdə gənc nəsillər onlara baxıb töhfə götürsünlər ki, biz də belə olaq. Başa düşsən. Mən evlatlarıma deyirəm ki, bax daha özünə baxın, görün nə tərdir. Necədir? Siz də o cür olun. Həm qohumpərəst, həm dostpərəst, qohumcanlı olmaq. Bəli, millətpərəst, millətçidir bu adam. Millət üçün nə desən, eləyəndir. Onunla da mənim aramda 3-4 yaş fərqimiz var. İntihası həm qohum kimi, həm də burada qonşu kimi dostluq eləyib. Vallahi el olur ki, bir gün bir-birimizi görməyəndə zəng yeri yavı-yavla, niyə görmürsən? Yəni bu cür beləyik. Nə deyim, bugünkü gündən ona deyirəm ki, Xəlil, bugünkü gün münasibətlə səni təbrik edirəm, sənin ailəyə, sənin evlatlarını, sənin gəlini, sənin bütün qohum əqrəb təbrik edirəm, göz aydınlıq verirəm ki, 2 qız evladından sonra oğula bir dənə oğul qismət elədi. O oğul da sənin oğlanların kimi dəyəri, qiymətli, eli dəyəri olsunlar. Allah bu işdən çox-çox xeyir versin. Siz də bura xoş gəlmişsiniz. Gözümüz üstə yeriniz var. Bax, o ev mənimdir, bu evdə bunundur. Elə bu kətdə 2 eviniz var. Kəndi ikiyə bölən köndələn çayı bu körpənin ağ, təmiz yuxusuna həzin layla çalırdı sanki. Biz yavaş-yavaş işimizi yekunlaşdırıb yola çıxmağa hazırlaşırıq. Qanırılıb geri baxıram. Xəlil kişinin evinin qabağında balaca Yusifin çilə çıxarılması şərəfinə qurulan çadır gözümdə böyük bir dağa çevrildi. Elə bir dağa ki, o yüksəklikdən bütün Azərbaycan ovuc içi kimi açıq aydın görünürdü.